Bəli, artıq bu günlərim keçmişdə illər öncə əkdiklərimizi biçmə dönəminə gəlib çatmışıq. Mövzumuz nədir? Bugünkü gənclərdən artıq bu sözləri eşitməyimiz çoxalıb. Mən normal bir qız tapıb evlənə bilmirəm, həyat qura bilmirəm. Mən qorxuram evlənməyə. Mən kimə, hansı qıza inanacağıma qərar verə bilmirəm. Mən necə edim ki, namuslu, dürüst, təmiz bir qız tapım, ailəmi qurum, xoşbəxt olum. Bəs siz bugünkü günün gələcəyini düşünmürdünüzmü? İllər öncə bizdən öncəki nəsillər, bizdən daha yaşlı olan kəslər, İslamı, əxlaqı, milliyyətçiliyi, milli dəyərlərimizi önəmsəyən kəslər sizlərə demirdilərmi ki, başqasının namusuna göz dikməyin? Başqalarının bacılarını fırlatmayın, başqalarının bacısını səni alacam deyib, aldadıb istədiyiniz nailiyyəti əldə edib onları yarı yolda qoymayın demirdilərmi sizə? Və budur, qalmışıq çıxılmaz vəziyyətdə. Nə edək, necə edək, hardan